Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turayna, ixtisasım biokimyaçı, həm də dietoloq, nutricoloqam. Hal-hazırda Sabira Wellness-də təlimçi və ekspert kimi fəaliyyət göstərirəm. Ə, Məqsədim və mənim həm də şirkətin sizə həftəlik təlimlər keçməkdir və təlimlərdə əsasən elə bir mövzulara toxunuruq ki, hansı ki, bizim real həyatımızda həmin məsələlər, həmin proseslərdə insanlar yaşayır və bizim məhsullar hansı proseslərdə, hansı mexanizmlərdə kömək ola bilir və ən önəmli odur ki, məhsulların tərkib hissəsini, mexanizmini və bədəndə gedən kimyəvi reaksiyalarla bir-birinin üstə düşməsidir. Və bugünkü təlimimiz də yeni il öncəsi bədən protokoludur ki, yəni biz bədənimizi necə hazırlamalıyıq. Sizə çox adi gələ bilər ümumi olaraq bu təlim, lakin bizim məqsədimiz bayramdan sonra, yəni insanların toplum şəkildə həkimlərə müraciət etməsi və yaxud da sağlamlıq üzrə ekspertlərə və dietoloqlara, nutricoloqlara həddindən artıq çox üz tutulur. Əsasən səbəbi bayramdan sonra mənim bədənimdə nə baş verib kimi insanlar araşdırır. Lakin bu belə deyil. Bu proses bayramdan öncədən, yəni hazırlıq dönəmindən başlayır ki, və insanlar da bunu düzgün dəyərləndirə bilmirlər. Ümumiyyətlə bayram günləri digər günlərdən fərqli olaraq metabolik bədən üçün metabolik bir yükdür və bugünkü təlimimizin də məqsədi əsasən həmin bu bədənimizdə olan bu metabolik yükü biz hazır vəziyyətə necə qaytarmalıyıq? Ə, Demək, niyə yeni il öncəsi bədənimizdə mütləq hazırlıq vacibdir? Çünki əgər bizim bədənimiz bu bayram günlərində olan bu qidalara, ümumiyyətlə stresə hazır olmasa, əlbəttə ki, bu bizim həm orqanlarımızda, həm dərimizdə biruzə verəcəkdir. Ümumiyyətlə biz istədik, istəmədik, yəni içi qarışıq məndə yeni il süfrəsində fərqli yemək çeşidləri olur. Fərqli deyəndə növ olaraq, məsəl üçün zülal baxımından, protein baxımından fərqli cür olur. Və əlbəttə ki, bunun üzərində olan şirin içkilərdir, spirtli içkilərdir və bunların hər birinin eyni anda qəbulu əlbəttə ki, bədən üçün bir yükdür və bu da bizim bağırsağımızda bir çox problemlərə törədir və ondan sonra bunun əks olaraq bizim dərimizdə biruzə verir. Hətta bilmir, yəni özünüz də müşahidə etmiş olarsınız. Hər bir kəs bayramdan 1-2 gün sonra dəridə həddindən artıq çox səpkilik, ödəmlik, bədəndə şişkinlik, artıq çəki hər birindən rast gəlinir. Və bunun bədənin hazırlanması onun üçün çox vacibdir ki, çünki həm də qidalardan əlavə biz gec saatlarda yatırıq həmin günlərdə və bayrama qədər də bizdə həddindən artıq çox stres olur. Çünki istər-istəməz bayrama hazırlıq və bilirik ki, bu ildə ayın 6 bazar həftənin son günləri də iş günü olduğu üçün mütəmadi olaraq həm iş, həm bayrama hazırlıq bu bizim bədənimizdə kortizol hormonunu yüksəldir. Və ona görə də biz həmin dönəmdə bədəni hazır vəziyyətdə hazırlamalıyıq ki, həmin o 31-i, 1-i bədənə olan metabolik yükə normal bədən cavab verə bilsin. Problemlər hardan başlayır sualına gəldikdə, ilk olaraq demək biz bayram ərəfəsində və ya da bayramdan bir gün öncədən qonaqda gedirik, ümumi olaraq yeməklər də hazırlayırıq. Yəni hər birinin dad olaraq onun biz dadına da baxırıq və bu sadaladığım hər bir bu proses ümumi olaraq bədəndə reaksiya olaraq bizə cavab verir. Nə baş verir? Məsəl üçün 3-4 cür protein yeyirik. Protein deyərkən, yəni məsəl üçün qırmızı ət də yeyirik, toyuq ət də üzərindən yeyirik, balıq da yeyirik, hətta yeni ildir deyə hinduşka əti də yeyilir. Yəni protein olaraq fərqlidir bunlar. Hər bir proteini mədə üçün
özünün parçalanma belə deyim sürəti var ki, hansı ki, məsəl üçün toyuq əti yeyəndə burada mədə şirəsi az miqdarda lazım olur ki, parçalansın və bunun üzərindən biz əgər qırmızı ət yeyiriksə də artıq burada mədə turşuluğu daha çox ifraz olunmalıdır. Lakin burada artıq mədə turşulusu özünü tənzimləyə bilmir və burada nə baş verir? Yediyimiz bu fərqli çeşidli qidalar, proteinlərdə artıq mədədə parçalanma gedə bilmədiyi üçün, yəni turşu özünü çatdırmadığı üçün və bunlar mədədə qalıq vəziyyətində qalırlar. Və qalan zaman da qida parçalanmır deyə nə olur? İnsulin dalğalanması, yəni insulinin qalxıb enməsini biz görürük. Əlbəttə ki, bu da çox bədən üçün bir yorucu bir prosesdir. Bundan əlavə, həmin o qalıq qidalar istər-istəməz parçalanmadığı üçün bizim bağırsağımıza keçərək orada yüklənir. Yəni parçalanmamış qidalardır və çürümə prosesi gedir. Və bu da bağırsaqda bağırsaq onu toksik kimi qəbul edir və başlayır onu dəridə reaksiya kimi biruzə verməyə. Sonra nə baş verir? Yediyimiz qidaların bilmədən tərkibində, yəni qətiyyən əlbəttə ki, bunları siz bilə bilməzsiniz. Biz qida mütəxəssisi olduğumuz üçün hər qida nədən ibarətdir deyə onu sizlərə bugün çatdırırıq ki, bilmədən insanların həmin günlərdə həddindən artıq çox natrium şəkər yeməsidir. Şəkər deyərkən ancaq yəni burada tortlar, şirniyyatlar, konfetlərdən yəni söhbət getmir. Elə bir qidalar var ki, onların tərkibində şəkər var. Məsəl üçün mayonezli salatlar hazırlanır, tərkibində yüksək natrium şəkər var. Ketçuplardır, digər soslardan, hansı pendir sos, barbekü sosu və yaxud da adi yediyimiz çörəyin belə tərkibində natrium şəkər var. Bunlar üst-üstə gələndə və əlavə olaraq bizim yediyimiz ana yeməklər, digər qidalar hamısı bir yerdə üst-üstə gələrək bədənə gündəlik lazım olan natriumun, şəkərin çoxluğu baş verir. Və bu zaman nə olur? Natrium şəkər hüceyrə arasında başlayır maye tutmağa. Yəni maye tutulanda da bizə ödəm kimi biruzə verir. Və bayram günlərində bilirik ki, yuxu az olur və əlbəttə ki, az yuxu kortizolun yüksəlməsinə gətirir, çıxardır və bu da səpki kimi özünü biruzə verə bilir. Və bütün bu prosesləri sadaladığım proseslər bizim dərimizdə əks olunur. Biz demişik ki, dəri bədənimizin güzgüsüdür. Daxildə nə baş verirsə də, əlbəttə ki, bir-iki günün sonra bizim dərimizdə səpkilər, rəngin dəyişməsi, bozlaşması, şişkinlik kimi hər bir bu proseslər biz dərimizdə müşahidə edirik. Ümumiyyətlə bugün sizə hazırladığım protokol nədən ibarətdir? Yəni məqsədi nədən ibarətdir? Şəkildə gördüyümüz kimi, əgər istəmiriksə də özümüz, yaxınlarımız, işlədiyimiz bütün insanlar onlara bu haqqda mütləq məlumat verməliyik ki, biz səhər-səhər bayramdan sonra durub yuxuda güzgüyə baxdıqda, yuxudan ayıldıqda, yəni mənə nə olub, nə baş verib, niyə belə dəyişilmişəm sözlərini eşitməmək üçün mütləq bu protokola riayət olunmalıdır və insanları maarifləndirməliyik. Ümumiyyətlə məqsədlərimiz dediyimiz kimi ondan ibarət ki, dəridə səpki baş verməsin, ən önəmli çəki artımı olmasın, ödəm yığılmasın. Elə olur ki, bayramdan bir-iki gün sonra insanların 2 gün ərzində 5-6 kilo çəki verilir. Əslində o pik deyil. Düzdür, onun 1-2 kilosu pik olsa da 3 kilosu ödəm şəklində yığıldığı üçün. Yəni bu rəqəmləri görmək olur. Və əlbəttə ki, ən önəmli bədənim ağırdır, daş kimi hiss edirəm bədənimi. Bu sözləri də eşitməmək üçün mütləq bu protokollara riayət olunmalıdır. Yəni əsas məqsədimiz bədəndə yaşadığımız o bayram stresini hazır vəziyyətə gətirməkdir. Zamanlama çox önəmlidir. Çünki dedik ki, həmin bu prosesdə biz bölgü zamanlama çox önəmlidir. Demək, ilk olaraq biz bayram günlərinə 5-6 gün qalmışdan biz hazırlıq edirik. Yəni hər kəs öz bədənini tanımalıdır, yəni hissiyatlı olmalıdır. Çünki bu hazırlıq olmasa, bizim o yüklədiyimiz qidalar, stresslər, yuxusuzluq heç biri yəni bədəndə lazımi reaksiyalar vermədiyi üçün çox şiddətli bir proseslərə gətirər, çıxardar. Və onun üçün 25 dekabrdan, 24 dekabrdan biz hazırlıq eləməliyik ki, həmin bu prosesin qarşısını almaq üçün. 31 dekabr bizim ən çox yükləndiyimiz, daha çox bədənimizə
metabolik yükləndiyi gün olur ki, bu zamanda biz elə bir şeylər seçməliyik ki, burada bədən qoruma funksiyasına getsin. İkisindən yeddisinə isə əlbəttə ki, proses olaraq bədənimizi həmin köhnə vəziyyətə qaytarmalıyıq, yəni bərpa etməliyik. Önəmli bizim məqsədimiz bu günlərdə ödəmi, diskomfortu sıfırlamaqdır, yəni yox etməkdir. Hazırlıq fazasına gəldikdə, yəni ayın axırından hər kəs öz bədənini metabolik üçün, balans üçün hazırlamalıdır. Yəni ən önəmli faza bu fazadır ki, çünki biz həmin günü həzm sistemini yüngülləşdirməliyik ki, bir də ən önəmli stres fonunu azaltmalıyıq. Dediyim kimi bu stres fonu ən çox bu günlərdə olur. Həm bayram alış-verişi, həm evlərdə xanımların təmizliyi, bundan əlavə hədiyyələr və işdə işləyən insanlar, yəni hər biri çox insan yüklü olur və bu zaman stres bədəndə daha çox olduğu üçün bu hazırlıq fazasında biz fokuslanmalıyıq ki, həmin həftədə, çünki stres fonu həmin həftədə çox yüksək olsa, əlbəttə ki, biz bayram günü, yəni bilmədən mədəmizin tutduğu həcmdən də çox qidalar yeyirik və bundan əlavə də stres feni çox olanda daha çox elə ayın 31-i birindən bizim dərimizdə artıq səpgilər müşahidə olunur. Yəni bunu qətiyyən bayrama bir gün qalıb, 2 gün qalıb yox, minimum 5-6 gün əvvəldən hazırlaşmaq çox önəmlidir. Amma kim istəyirsə də məsəl üçün 2 həftə əvvəldən də hazırlaşa bilər. Demək, bu hazırlıq dönəmində biz dedik ki, bizim stres faktorumuz çox yüksək olduğu üçün, əlbəttə ki, bu baş verən proseslərə görə mütləq biz həmin dönəmdə maqnezium qəbul etməliyik. Bir də bunu belə deyim, həm mənim iş həyatımda, həm mənim müşahidə apardığım praktikalardan, ümumi olaraq mənim şəxsi həyatımda da mən insanlara bəzi qida əlavələri var ki, hər biri deyil. Bunlar necə insanın evində bir dolabında ağrı kəsicilər, yara bandı, bunlar var. Yəni qida əlavələrinin bəzi çeşidləri də bu şəkildə olmalıdır. Yəni məsəl üçün mən çınk içdim, yəni bir kurs bunu etdim. Yox, elə bir şey olmamalıdır. Və yaxud da məsəl üçün məndə insulin dirənci yoxdur. Məsəl üçün xrom içməyim. Məsəl üçün omega keçən ay içmişəm. Elə bir şey yəni olmam. Çünki bu bizim həyat tərzimiz çox fərqli olduğu üçün və həyatımız da bir-birindən fərqli olduğu üçün və ona görə qida əlavələri, yəni bu mənim öz şəxsi təcrübəmdir, öz şəxsi həyatımda və öz mənə müraciət edən insanlar da bu şəkildə tövsiyə edirəm. Məsələn, adi bir evdə bir uşaq məsəl üçün qripliyibsə də və yoldaşın və evdə olan kimdirsə də sən həmən məsəl üçün həmin günü sinkla probiotik içməlisən ki, immun sistemini qaldırasan, həmin xəstəliklə üzləşməyəsən. Elə də bunlar. Yəni mən məsəl üçün keçən ay maqnezium içmişəm, xrom içmişəm. Yəni burada belə deyil. Burada məqsədimiz bizim bədəni həmin prosesə hazırlamalıdır. Ola bilər ki, biz gələn ay maqnezium içmişik, amma lakin biz bayrama ödəmsiz, çəki artımsız, səpkisiz girmək üçün mütləq həmin gündən maqnezium içməliyik. Və ən önəmli burada çınkı da başlayırıq ki, yəni bax bu bir həftə dönəmindəki çınk burada dəri səpkilərinə qarşı bir stimullaşsın ki, dəri səpkilərinin qarşısını alsın və ən önəmli dəri immunitetini yüksəltsin. Sonra hal-hazırda Purelife var ki, şirkətimizdə bilirik ki, bu güclü fitosorbentlərdən biridir. Purelife çox yumşaq şəkildə bir fitosorbent olduğu üçün tərkibində polifenollar, vitamin C, itburnunun cövhəri olduğu üçün bu yüngül şəkildə bizi təmizləyir. Çünki baxın, bəzi insanlar bilmir ki, məsəl üçün bədənlərində ağır metal var və yaxud da digər toksik maddələr var və bu şəkildə də məsəl üçün bayramda qidalanırlar, yuxusuz qalırlar və belə insanlar daha çox əziyyət çəkirlər. Və yaxud da məsəl üçün kimsə ola bilər ki, 2 ay öncə bədənini təmizləyibdi, amma ən önəmli bayram qabağı. Yəni bu çox önəmlidir. Hələ rayonlara gedən insanlarda mütləq bu olmalıdır. Çünki iqlim dəyişikliyi də çox önəmlidir. İqlim dəyişəndə insanın bədəni, bağırsak hər birində diskomfortluq olur və ona görə mütləq bu hazırlıq dönəmində biz bir bədən təmizləyicisindən istifadə etməliyik.
Sonra isə xrom burada çox önəmlidir. Biz dedik ki, stres fonunda həm kortizol yüksək olur. Kortizol yüksələndə də insulin həssaslaşır və bundan əlavə artıq burada bizim məqsədimiz nə olmalıdır? Məqsəd burada insulini həssaslığını azaltmalıyıq və ona görə həmin dönəmdə nə edirik? Biz xrom içirik ki, insulin həssaslığı baş verməsin. Yəni bədənə daxil olan qidalarda bədən şoka düşməsin. Və ona görə də bu dönəmdə mütləq bizə xrom çox önəmlidir. Çünki xromun insulin reseptorlarından əvvəlcədən hazırlaşma qabiliyyətinə malikdir. E, Sonra isə üz baxımlarına keçdikdə bunu demək istəyirəm ki, e, bu dönemdə ən çox gördüyümüz şikayət üz səpkilərdir. Əslində bugünkü təlimin məqsədi burada heç birini arıqlamadan, nə hansısa bir dəri müalicəsindən söhbət getmir. Yəni biz burada hal-hazırda bayramdan sonra o dərimizdə kəskin səpkilərdir, hətta belə irinli, xırda-xırda onlar olmasın deyə biz bu təlimi keçirik və burada ən önəmli nə olmalıdır? Burada demək üz yuma gelləri olmalıdır. Ən önəmli iki dənə məhsul olmazsa olmazdır. Yəni gündəlik rutin. Necə hər gün məsəl üçün evdə biz yemək yeyiriksə də bilirik ki, bizə yemək lazımdır. Məsələn, mən axşam yeməyi yeməmişəm, günorta yeməmişəm, məsələn, çay içməmişəm. Üz yuma geli də o tipdə olmalıdır. Yəni 25-dən düz ayın bayram bitənə qədər, yəni bu 2 həftədən söhbət gedəcəkdir. Biz üz yuma gelini mütəmadi olaraq istifadə etməliyik. Çünki dediyim kimi bu proseslərin qabağını almaq üçün. Bu kremlərə gəldikdə isə krem burada artıq kim özü dərisinə uyğun nə krem tətbiq edirsə də onu istifadə edə bilər. Lakin bizim üçün ən önəmli laktik asidli üz yuma gelidir. Yəni bu olmazsa olmazın məhsulu olmalıdır və ekspert kimi deyirəm ki, bir təlimçi kimi deyirəm ki, bir sağlam həyat tərzi sürən insanlara yəni dərilərinin sağlamlığını istəyirlərsə də laktik asid turşusu, üz yuma geli bu dövrdə çox önəmlidir. Səbəbi çünki laktik asid ümumi olaraq bilirik ki, turşu növləri çoxdur, həddindən artıq çoxdur. Üz yuma gellərinin tərkibində də var. Lakin laktik asid turşu çox yumuşaq turşudur. İndi bilmirəm, bəlkə də aramızda digər üz yuma gellərindən istifadə edib, sonra bundan istifadə edən varsa da fərqi hiss eləyər, həmən hiss eləyirlər. Çünki mən özüm, yəni həmən hiss eləmişəm. Çünki laktik asid həqiqi yumuşaq turşu olduğu üçün, bir də o bizim dərimizdə stimullaşdığı üçün dəri onu qıcıqlandırıcı kimi qəbul etmir. Bir də turşular istədik, istəmədik, bizim dərimizdə pH-ı dəyişdiyi üçün və laktik asid artıq dərin öz pH-ı 5,5-dirsə də eyni o vəziyyətə qalır. Və aloe veranın burada olması bizim köməyimizə çatır ki, həmin prosesdə bizdə iltihabı, qızartını sakitləşdirir. Yəni dəridə olan gərginliyi tamamilə aradan qaldıraraq bizim dərimizi təmiz və təravətli edir. Və laktik asid bir də AHA qrupuna daxil olan turşudur. Yəni bu da çox önəmlidir. Yəni alfa hidroksid asiddir. Ümumiyyətlə o qrupa daxil olan turşular çox azdır və dəri üçün də bilirəm ki, yəni sizlər üçün çox çətindir. Bir insanlar bir məhsul alanda onun arxa hissəsini oxuyub başa düşmək əlbəttə ki, çətindir. Lakin bu şirkətdə hal-hazırda mən bu üzrə sizə təlim keçirəmsə də əlbəttə ki, hər birimizin işi bu zaman asandır. Və ona görə laktik asid AHA qrupuna daxil olduğu üçün alfa hidroksid, yəni yumşaq turşu, yəni dəriyə həm nəmliliyi saxlayır, həm dəri baryerini pozmur, həm də olan iltihabı azaldır. Və aloe vera ilə bir yerdə olması isə bizim burada işimizi daha da yüngülləşdirir. Və ən önəmli demək burada serumlar olacaqdır. Yəni iki məhsulu belə deyim, qətiyyən mütəmasiz olaraq hər gün istifadə etməlidir. Demək, üz yuma gelidir. Bir də mütləq serumlardır. Serumları böləcəyik, çünki fərqlidir. Biz bu dövrdə çalışacağıq ki, 25-dən 30-una kimi biz dərimizin susuzluğunun qarşısını alaq. Bilirik ki, stresliyik, həyəcanlıyıq, yaxşı yuxu yatmırıq, dəridə quruma prosesi baş verir və bunun üçün də gialuron tərkibli serumdan istifadə edəcəyik. 31-i birini ayırmışam. Yine onu bundan sonraki
səhifədə deyəcəm və ən önəmli ikisi 7-sindən sonra biz bərpaya keçirik. Demək, bərpa dönəmində nə etməliyik? Bərpa dönəmində artıq yorulmuş dərini öz vəziyyətinə geri qaytarmalıyıq. Həmin o səpkilərin, stressin qarşısını almaq üçün elə bir tərkiblər verməliyik ki, dəri öz vəziyyətinə qayıtsın. Və bunun üçün də Exprada Arum seriyasından olan həmin bu seruma keçid edəcəyik ki, çünki dediyim kimi dəri çox yorulduğu üçün bizə elə bir serum lazımdır ki, onlar tərkibində propolis, bal olan bizi gücləndirsin. Yəni öz vəziyyətinə geri qaytarsın. Yəni qidalansın, istədiyi qidalarla, lazımi qidalarla dəri öz vəziyyətinə geri qayıtsın. Hətta bayramdan sonra insan dərisində mən qocalmışam sözünü dəfələrlə eşitmişəm. Öz evimdə, ətrafımda dəfələrlə mən hətta rayona gedib gələn bəzi yaxınlarım olur ki, dayanmadan mənə deyirlər ki, mən ora getdim, nəsə elə bir dərim qəribə oldu, qocaldım. Və mən bu insanlara deyirəm ki, sən axı üzünə lazım olan qidaları həmin ərəfədə verməmisən. Orada nə gəldi yemisən, ondan əlavə mühit bizi dəyişibdir. Əgər biz dərimizə lazım olan gündəlik qidaları, lazım olan məhsulları verdikdə, əlbəttə ki, bu sözləri eşitmərik. Və ən önəmli 31-i biri günü bizim dərimizdə bir şok proses baş verir ki, yəni dəri şoka düşür ki, mənim bağırsaq birbaşa siqnal ötürür ki, dəridə, bədəndə iltihab var, bədəndə toksik yük həddindən artıq çoxdur. Bu da istər-istəməz bizim dərimizdə bir üzə verir. Və bunun üçün bu da hər biri bizim dərimizdə mikrozədələr əmələ gətirir və hətta belə deyim, bayram günündə uzun saatlı, uzun müddətli makiyaj da istər-istəməz bariyerimizi yorduğu üçün və bizə elə bir tərkib lazımdır ki, bizim dərimizin həm bariyerini qorusun, həm də mikrobiyomunu pozmasın. Çünki bax bu qidalandığımız şəkərdir, spirtdir, duzdur. Bunlar hər biri bizim dərimizi, məsəl üçün çox eşitmisiniz ki, şəkər dərini qocaldır. Bəli, əslində elədir. Məsələn, spirt dərini qocardır. Məsəl üçün çox şəkər yeyən insanlarda, spirt qəbul edən insanlarda, duz qəbul edənə bunlarda mikrozədələr baş verir dəridə. Dəri çökmüş, qocalmış olur və həmin dönəmdə də bədən şoka düşdüyü üçün və dəriyə siqnal ötürür ki, demək iltihab var, həddindən artıq çox toksik yük var və bu şəkildə də dəridə belə bir istər-istəməz proseslər bir üzə verir və bunun üçün bizə ən lazım olan serum bu 2 gündə probiotik və prebiotik fermentlərindən ibarət serum olacaqdır ki, çünki dedik ki, bütün bu şəkər, spirt, duz neynir? Həmin dərinin mikrobiyomunu pozur və bunun üçün də tərkibində əlavə gialurun olduğu üçün də ümumi olaraq bizim köməyimizə bu serum çatacaqdır. Demək, üz baxımlarından danışdıq, qida əlavələrinin hazırlıq dönəmində danışdıq. İndi isə keçirik 31-i biri biz necə qidalanmalıyıq. Qidalanmaq dedim, nə qida əlavələri qəbul etməliyik. Hə, bir də yadımdan çıxdı deyəm. Məsəl üçün ayın 25-dən, məsəl üçün lap günü bu gündən, məsəl üçün əgər məndən soruşursa, mən artıq 2 həftədir çalışın hər gün yaşıl çay için. Niyə? Çünki bizim məqsədimiz bayram gününə qədər metabolizmamızı sürətləndirməkdir. Yəni daim metabolizmamız, yəni ona fokuslanmalıyıq ki, bizim metabolizmamız güclü olmalıdır ki, yediyimiz fərqli proteinlər tez-tez parçalansın. Ya da mədə turşuluğu artıq gücü çatsın, fermentlərimizin gücü çatsın. Çünki hər bir qidanı parçalayan fermentlər var. Məsəl üçün karbohidratı başqa amilazadı parçalayır və yaxud da proteinləri başqa fermentdir, yağları lipazadır. Bunlarla yormaq istəmirəm sizi. Yəni bu fermentlər çatışmır. Və bunun üçün də bizim məqsədimiz maddələr mübadiləsini gücləndirməkdir. Və hal-hazırda məsəl üçün gündə biz günü bu gündən lap bir həftə qalmış hər gün 2 dəfə gündə 2 dəfə yaşıl çay içsək, biz istər-istəməz bizim metabolizmamız güclənəcəkdir. Sonra isə 31-i birində biz nə edirik? 31-i biri maqneziumu demək olar ki, kəsmirik. Biz elə ayın 25-dən düz ayın 7-sinə qədər, 8-nə qədər mütləq bunu içməliyik. Yəni ən önəmli, çünki istər-istəməz bədəndə baş verən o spazmlar riskini, kortizol artımının qarşısını alır. Yəni bu çox önəmlidir.
Ə, və bu dönəmdə ən önəmli probiotikdir. Yəni mütləq bayram günlərində, məsəl üçün 31-i biri probiotik mütləq içilməlidir. Özü də ac qarnı içiləndə daha yaxşı olur. Çünki biz probiotiki qəbul etdik, bağırsaqda yetərincə artıq bakteriyalar stimullaşdı və inanın ki, bəzən olur ki, yəni istədiyimiz qədər yeyə bilmirik. Çünki artıq lazımi bakteriyalar olduğu üçün bağırsaqda həmin o kandidanın qarşısını aldığı üçün heç həddindən artıq yeməyimiz də olmur. Bir də bağırsaqda yetərincə bakteriyalar olanda bizim o parçalanmayan qalıqlar var ki, qida qalıqları həmin bu probiotikin tərkibində olan bakteriyalar vasitəsilə başlayırlar parçalanmağa və həzm istər-istəməz burada yaxşı olur. Və bu günlərdə mütləq nömrə bir çay içəcəyik. Yəni çalışın. Yəni yeməkdən sonra da qəbul edə bilərsiniz. Çünki bizim burada istər-istəməz dediyim kimi həzmsizlik yaşadığımız üçün, yəni artıq mədə turşuluğunun gücü çatmır ki, turşu ifraz eləsin, o lazım olan proteinləri parçalasın və bunun üçün əlbəttə ki, bizim köməyimizə burada nömrə bir çay çatacaq ki, həmin bu qalıqları parçalasın. Və ən önəmli o qalıqlar bizə ödəm verir. Yəni artıq bağırsaqda parçalanmayan yemək qalıqlarıdır və bu bizdə də bir insanın da əgər ödü yaxşı işləmirsə də, məsələn, öd axarı qatıdırsa da, əlbəttə ki, çox həzmsizlik yaşayacaq və köpdən, şişkinlikdən, qazdan əziyyət çəkəcəkdir. Və bunun üçün də mütləq burada nömrə bir çayımız çox önəmlidir. Və sonra isə biz keçirik bərpa dönəminə. Yəni bayramdan sonra bizim əsas məqsədimiz nə olmalıdır? Bədənimizdə olan o ödemi, diskomfortu sıfırlamaqdır. Və burada mütləq biz qəbul edəcəyik, yenə maqnezium davamlı olmalıdır. Yəni qətiyyən mən digər təlimlərdə də deyirəm. Ümumiyyətlə qida əlavələrinə seçici olsaq, mən maqneziumdan heç bir zaman, yəni onun toksikliyindən heç bir zaman yoxdur, ola da bilməz. Çünki bizə lazım olan milliqramda biz maqnezium yeyə bilmərik. Hətta mənə bəzən belə bir sual da verirlər ki, məsəl üçün 11 yaşlı uşaqdır, ona çünki 11 yaşlı uşaqlara, 10 yaşlı uşaqlara maqnezium, sink çox az miqdarda lazım olduğu üçün onsuz da yəni uşaq məsələn əvvəllər biz içmirdik. Çünki əvvəllər biz ümumi olaraq yediklərimizi bilirdik, nə yeyirdik, yəni uşaqkən və yaxud da Ə, yəni normal evdə bişən yeməklər yeyirdi, amma indiki uşaqlar fərqli olduğu üçün və yaxud da iqlim dəyişdiyi üçün, hətta belə tərəvəzlərin necə yetişdirdiyini bilmədiyimiz üçün tərkibində olan pepsitlər var ki, hansı ki, bunlar bizə maqnezium, sink verirmi, onu da bilmirik və ona görə də yəni bəzən olur ki, profilaktik dozalar burada çox önəmlidir və ona görə burada maqneziumdur, bundan qətiyyən qorxmağa ehtiyac yoxdur. Yəni bunu davamlı mütləq içilməlidir. Sonra isə demək sink var. Bu həmin dönəmdə də çox önəmlidir. İstər-istəməz burada da immun sistem, bədən də immun sistemdə bir çaşbaşlıq yaranır ki, bu ödəmdirmi, yoxsa artıq digər toksik maddələrdirmi və başlayır bədəndə diskomfortluq yaranmağa və bu dönəmdə də istər-istəməz bir qısa müddətli bir həftə sink mütləq qəbul olunmalıdır. Və ən önəmli burada digər fitosorbent var ki, hansı ki bu defens olandır, intestinal defens. Bunun əsas məqsədi ümumiyyətlə bayramdan, bunun tərkibində ənginar ekstraktı var, yəni artişok ekstraktı və ən aktiv maddələrdən biri də odur ki, ümumiyyətlə yəni bizim həmin dönəmdə yığdığımız toksin ödəm istər-istəməz bizim öd axarlarımıza təsir edir və bunun fonunda biz daha çox şişkinlik, qəbizlik və yaxud da köpükdən əziyyət çəkirik. Məhz burada bizim ən önəmli içəcəyimiz qida əlavələrindən biri bu olmalıdır ki, həmin o toksini bədəndən atsın. Purelife o ağır metalları yüngül formada, yəni suya qarışaraq yüngül toksinləri bədəndən çıxardır. Artıq bədən hazır təmiz vəziyyətdədir. Bu isə bədəndə olan, bağırsaqda olan toksinləri, yəni yığılan artıq maddələri suya çevirərək bağırsağımızdan dəf etməyə kömək edir.
Turbo çayı burada çox önəmlidir. Çünki burada da yenə bağırsaq divarlarına yapışan qida qalıqları var ki, hansı ki bunun da tərkibində biraz kuril sena çayı var ki, onları yumşaq şəkildə bədəndən çıxmağa kömək edir. Yəni bu dövrdə bizim əsas məqsədimiz bədənimizi həmin bu diskomfortunu aradan qaldırmaqdır, şişkinliyi azaltmaqdır, ödəmi azaltmaqdır və ən önəmli dərini istər-istəməz yenidən balanslı vəziyyətə geri döndürməkdir. Ümumiyyətlə yeni ilə sonda bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, yeni ilə bədəni yükləyərək yox, bədəni qoruyaraq girmək əlbəttə ki, mümkündür. Əgər biz bunlara normal riayət eləsək hər birinə, inanın ki, bayramdan sonra heç bir problemlə üzləşməyəcəksiniz. Çünki bunlar çox önəmlidir. Dediyim kimi, sonda bunu demək istəyirəm. Əgər bir insan ola bilər ki, keçən ay hansısa bir qida əlavələrindən istifadə edibdir. Məsələn, mən keçən ay içmişəm, mən keçən ay məsəl üçün bir kurs bitirdim. O başqa bir şeydir. Amma bəzən dediyim kimi qida əlavələridir və yaxud da serumlardır. Bunlar bizə profilaktik lazımdır. Məsəl üçün mən bütün təlimlərdə deyirəm, niyə bütün proseslərdə hər bir şey ayrı. Məsələn, aybaşı dönəmində dərimizdə fərqlilik olur. Biz həmin dönəmdə fərqli üz yuma gel istifadə etməliyik və yaxud da fərqli kremlərdən istifadə etməliyik, fərqli serumlardan. Amma bilmirəm hal-hazırda, yəni bu beləmi edirsiniz, beləmi etmirsiniz, onu bilmirəm, amma bilmək istərdim və istəyirəm ki də bu şəkildə olur. Yəni bir insan bir məhsula fokuslanmamalıdır. Çünki bizim ümumiyyətlə həyat tərzimiz ondan ibarət deyil. Ya və yaxud da belə deyim ki, ümumi olaraq biz dayanmadan hər gün qarabaşaq yesək bədənimizdə nə baş verər və dərimiz də o şəkildə. Dayanmadan eyni, məsəl üçün tərkibində hialuron turşusu olan yalnız bir serumdan istifadə edim. Əlbəttə ki, istədiyimiz nəticəni görə bilmərik. Necə bədənimiz, elə də dərimiz gündəlik onun özünün lazım olan mineral, probiotik, prebiotiklər var ki, ondan əlavə fermentlər var ki, bizim dərimiz də onlara uyğun qidalanaraq yaşayır, özünə güclü bir mikrobiyom qurur. Və ona görə də sırf burada protokola, yəni əgər təlimdə belə bir fikir yaranırsa da, yəni qətiyyən yəni bunu kursla və yaxud da məsəl üçün bir müalicə kimi baxmağınızı istəmirəm. O tamam fərqli bir şeydir. Bəli, biz müalicə əsasında 1-2 ay bir paket şəklində edirik. Lakin bu dönəmdə biz bədənimizi profilaktik olaraq hazırlayırıq ki, və bədən sonra həmin bu problemlərlə yaşamayaq və həddindən artıq çox pul dökməyək. Və bir də bunu istəyirəm ki, və insanlar deyir ki, 2 gündür, 3 gündür, yəni əşi heç nə olmaz. Əslində elə deyil. İnanın ki, o dəridə yaranan səpkiləri sonra geri qaytarmaq da çox çətin olur. Ləkə, üzü həssas olanlar ləkə də qoya bilir və yaxud da çəki alanlar, ödəm yığanlar sonra o çəkini qaytarmaq da əziyyət olur, şişkinlik çəkirlər və dəridə də yenə çəkinin belə alıb belə verməsi dəri elastikliyini pozur. Mən bütün insanlara deyirəm ki, dərinin elastikliyini pozan əsas məqamlardan biri də məqamlardan çəki alıb verməsidir. Yəni çəkinin oynamasıdır. Yəni bunu qətiyyən etməyin. Gündəlik insan öz həyat tərzinə fikir verməlidir. Özünün yəni baxımlarına, qida əlavələrinə fikir verməlidir. Hər birinizə təşəkkür edirəm. Ümid edirəm maraqlı təlim oldu. Faydalanacaqsınız. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.